sizlər üçün Azərbaycanın, daha doğrusu Bakının qədim mətbəxlərindən olan turşu qorma reseptini göstərəcəm sizə. Hazırlaması çox sadədir, amma çox qarışıq tərzdə izah olunur. Və qərara gəldim ki, mən bu günləri klassik variantını sizlərə təqdim edim. Əsasən kişmiş də, qaysı da əlavə olaraq bişirilir, süfrəyə verəndə verilir. Bakılılar bu üsulla yeyir. Adamlar götürüb o içinə qarışdırır, o düzgün variant deyil. Şabalıddır, albuxaradır. Bunlar hamısı ətin bişdiyi yerə girməlidir, orada bir yerdə bişməlidir, amma kişmişdir, qaysıdır, əlavə bişməlidir. Ona görə də buna xahiş edirəm, diqqət yetirək və reseptimiz necə olmalıdır? Keçək reseptə. Bizə lazımdır 1 kilo quzu əti. Quzu əti də gördüyünüz kimi rənginə bir dənə diqqət yetirin. Qəhvəyi rəngində olmalıdır. Çox qırmızıya çalan rəngdə olmasın ki, ətiniz yumşaq və dadlı olsun. Quzu ətinin əlamətlərindən biri də budur. Və biraz da yağlı olmalıdır. Kimin də təzyiqi varsa vurmaya bilər. But hissəsindən olsa daha yaxşıdır, çünki ən ətli hissəsi oradır. 1 kiloqram ətə 1 kiloqram soğan gedəcək. 2 xörək qaşığı təmiz abqora lazımdır. Əgər abqora yoxdursa, azca limon duzundan və yaxud o da yoxdursa suyundan istifadə eləyə bilər. Duz lazımdır zövqə görə. İstiot vurulmur ki, rəngi qaralmasın, özünüz bilirsiniz. Amma istəyən yenə vura bilər ev şəraitində. Sakök lazım olacaq. Qaysı kişmiş qeyd etdiyimiz kimi ayrı qovrulub süfrəyə veriləcək. Albuxara lazımdır bizə. Bir var alça, o yup-yumru olur. Bundan da yumru olur, iri olur. Ondan lazım deyil. Bizə lazımdır albuxara. Alanda diqqət edin ki, parıltılı olsun, yaxşı olsun. 200 qram albuxara, 350 qram şabalıq lazım olacaq. Və salam. Keçək bişirilməsinə. Deməli dostlar, birinci növbədə ətimizi başlayırıq doğramağa. Buna bildiyimiz kimi sümüklü hissəsi getmir. Çalışdığınız qədər də ətin biri hardasa bu formada bir 40 qrama qədər olsun. Bir tikə belə 40 qram qədər. Belə yaxşıdır. Gördüyünüz kimi qəşəng doğradıq. Burada quzun quyruğundan qalır. Bunu da xırda-xırda doğranmalıdır ki, öz yağını buraxsın bulyona. Bulyon nə qədər yağlı oldu, bir o qədər də dadlı olacaq. Burada qalan bu sümükləri ki, görürsünüz, bunu da ev şəraitində bulyon hazırlayın ki, başqa yeməklər dadlı çıxsın. Əti gördüyünüz kimi biraz ki üstünə çıxdı, bəs eləyir. Yəni kəfin yığa bilək. Ətimizin üzərində soyuq su əlavə etdik. Sizlərə onu qeyd etmək istəyirəm ki, ümumiyyətlə mən çox suallar verirsiniz ki, ətin üzərinə isti su tökmək lazımdır yoxsa soyuq. Bunu dəqiq bilin ki, əti əgər çiğdirsə, qaynamağa qoyursunuzsa, heç vaxt üzərinə isti su əlavə etmək olmaz. O ətin bütün dadını aparır, həm də qanı içində saxlayır. Amma soyuq su get-gedə olur, ilıq, ilıqdan keçir istiyə, sonra qaynara, ətin içindəki bütün kəfidir, qanıdır, çirkidir, hamısını çıxarır üzə. Bir də onu sizə qeyd edim ki, əgər ətin suyu ümumiyyətlə hansı yemək bişirəndə, tək bu yeməyə aid deyil, hansı yemək bişirəndə görürsünüz ki, suyu azaldı. Ətin suyu azalırsa, onun üstünə təzədən soyuq su tökmək olmaz. Üstünə qaynar su tökülməlidir, yoxsa soyuq su əlavə edəndə ət təzədən bərkiyir və yumşaqlığını itirir. Soğan doğranmasını da sizə göstərək. Hamısı standart və nazik olmalıdır. Soğan ikiyə bölüsüz. Elə adam var ki, dostlar, fikir verirsinizsə, yemək yeyəndə və yaxud məclislərdə görürsünüz ki, soğan belədir. Bu formada qalıb qaranın içində. Ona görə belə olmamaq üçün soğan doğramağa başlayanda bir var barmağınızı buradan başlayırsınız, bir də var belə içəri qatlayırsınız, soğan da buradan başlayırsınız doğramağa. Baxın. Burada çatdınız. Buradan da xırda-xırda doğrayın. Və salam. Gördüyünüz kimi hamısı standart. Bu da eyni qaydada. Baxın, buradan götürürsünüz ucundan. Bax, bıçağın ucu dirənir dırnağın ucuna. Buradan belə.
Ətin görürsünüz kəti çıxandan sonra ətin kətini də yığırıq. Soğanları üstünə qoyandan sonra biraz əlinizlə açın ki, çox da bir-birinə yapışqalıb qalmasın. Soğana hökmən biraz duz vurulur ki, acılığı mətbəxə yayılmasın, həm də soğana xüsusi yaraşır, qorulamır duz vurmaq. Bir bulud qaşığının dolusu ərdilmiş kərə yağı ilə soğanımızı başlayırıq qızartmağa. Soğanları doğrayandan sonra şabaldımızla başlayırıq hazırlamağa. Birinci su qoyuruq. Sonra şabaldın doğrama variantını göstərim. Hərə bir cür təmizləyir. Şabaldı deməli bu arxa tərəfindən və bir smailik kimi də buradan belə buraya qədər başlayırıq kəsməyə. Düzdür, indi şabalının sezonu deyil. İnşallah 2-3 aydan sonra şabal çıxacaq. Ona görə də şabal alanda çalışın irilərini alın. Baxın bu formada. Vəssalam. Şaballarımızı qəşəng təmizləyəndən sonra qaynayan suyumuza yarım xörək qaşığı duz əlavə edib ardınca da şabalları qaynadırıq. Əlim yandı. Dostlar, bir 4 dəqiqə, 5 dəqiqə belə qaynayandan sonra çıxardırıq. Bir dənə də sizə bir söz deyim ki, təmizləyə sudan çıxardırıq. Bu qədər çıxartdıqsa bəsdir. Bunun bir dənə əziyyəti odur ki, qaynar təmizlənməlidir. Sən əziyyət olsa da götür təmizləyin. Dostlar, görürsünüz necə qəşəng tez çıxır. Baxın, bıçaqla da eləyə bilərsiniz. Bütöv. Bir də ki, sizə onu qeyd edeyim, bu bir sekretdir. Yəni, şabalda duz ona görə vurulur ki, görürsünüz bölünmür, əldə parçalanmır. Bütöv çıxdı, belə daha rahat oldu. Həm rahat çıxır, həm də ki, dadı qəşəng olur, aynənə. Amma mən heç vaxt duz dökmürdüm suya. İndi bu da məndən sən olsun. Həmişə mən səndən öyrənəsini öyrəm ki, aynən. Elədir. Bax, bu qədəni çıxartdıq. Çıxardandan sonra bir partiyada indi bundan götürürük təzdən. Elə fikirləşməyin, soyusun eləyim, qətiyyən. Yəni, soya bunu eləmək mümkündür. Soyanda qabığı yapışır, içindəki qabığı yapışır ona. Yarım yemək qaşığı duz əlavə edirik ilıq suya. İndi şabalları da ora əlavə edirik. Gördüyünüz kimi soğanlarımız da qəşəng başlayır hələ indi qızarmağa. Çox gur odda da deyil, çox zəifdə də deyil. Amma təzə soğanı başlayanda qızartmağa gur od deyilin ki, bütün suyu çıxsın. Yaxşı olar ki, əgər məclisdirsə, məclisdə bir nəfər xüsusi soğan başı üstə qalsın. Çünki soğanın rəngi nə qədər yaxşı olsa, yeməyin rəngi bir o qədər də əla olacaq. Buna əmin olun. Dostlar, soğanımız hazır oldu. Gördüyünüz kimi tam olaraq qızılı rəngində deyil. Elə də olanı yeməyin içində itir. Yəni ağdan ki keçdi qızılı rəngə, yağa düşdü. Çay qaşığı ucunda biraz sarı kök əlavə edirik. Və qarışdırırıq. Ətimiz pişənə yaxın azca qaşığın ucunda biraz buna duz əlavə edirəm ki, çox da ət şit olmasın. Çox əlavə etmək lazımdır, çünki başqa digər şeylərdə çox duz var. Bayaqlar qızartdığımız soğanlar da özünüz görürsünüz necə rəngdə olmalıdır. Həmin o soğan yağını süzmüşük bura, çox da əlavə yağ etməyə ehtiyac yoxdur. Qoyuruq qızmağa. Yağ biraz qızandan sonra qaynatdığımız quzu ətlərini əlavə edirik yağın içinə. Biraz qovrulmağı məsləhətdir. Biraz saraldı götürürük və çox da qızartmaq lazım deyil. Qovurduğumuz ətləri birinci dəmə qoymaq üçün bir qazana alıram. Enli tavaya da qoymaq olar, yəni zövqünüzü asılı, nə də istəsəniz bişirə bilərsiniz. Birinci növbədə ən alt tərəfdən ət düzülməlidir. Quyruqlardan da belə bir parça atıram üstünə. Öz yağı da çıxsın. Amma qətiyyən bura yağı atmaq olmaz. Sonra qızartdığımız soğanlardan
soruşa bilərsiniz ki, şabaldı da albuxaranı niyə qoyuruq? Albuxarada özünüz bilirsiniz, içi biraz bərk olur. Həm dağılmağa qoymur qoğuranda, həm də ki, içi də biraz yumuşaq olur. Şabal da həmçinin dağılmağa qoymur və ikisinin də rəngini gözəl edir. Qoğurandan sonra əlavə edirik qaramızın üzərinə. Səliqə ilə düzün. Səliqəli düzəndən sonra 2 yemək qaşığının dolusu abqoranı əlavə edirik yeməyimizə. 3-4 xörək qaşığı da quzunun öz bulyonuna əlavə edirik yeməyimizə. Bulyon da əlavə edəndən sonra 60 qram, 70 qrama qədər kərə yağı qoyuruq üzərinə. Kərə yağında olan nehrə xüsusilə dad verəcək yeməyimizə. Biraz da duz səpirik ki, yeməyimiz dada gəlsin. 15 dəqiqə, 20 dəqiqə baxın da, şabaltlar tam bişənə qədər, yağa düşənə qədər, hər şey özünə çəkənə qədər dadlar bir-birinə qarışacaq. 20 dəqiqədən sonra inşallah hazır olacaq. Zəif ateşdə bişəcək. Nazirlər hər kəsin nuş olsun. İnşallah növbəti videolarımızda görüşənə qədər hansı bölgədə turşu qovurma necə hazırlanırsa, komment bölümündə şəhrinizi bizlərə bildirin. Biz də agah olaq, bilmədiklərimizi də sizin vasitənizlə sizlərdən öyrənək. Videomuzu bəyənməyi unutmayın. Sağ olun.